hər bir valideynin imkanı çatmır ki, yəni öz başına toy eləsin. Bu inanırsınız ki, ölkədə çünki böyük yatır addımı. Əhalinin çoxsaylı əhali, yəni barmaq hesabı insanlar öz hesabına toy eləyər və oradan da necə deyirlər, o yığılan pulun yarısını restorana ödəyər, yarısını da özü üçün qazanc kimi götürər. Yəni el yığılır, toy eləyir desək yeridir. Bizim ölkədə insanların əksəriyyəti banklardan kredit götürüb toy eləyirlər. Banklardan kredit götürüb toy eləmək və bu boyda israfçılığa yol verməyin özü isə çox böyük günahdır. Çox böyük günahdır. Və həmin o restoran sahibləri üçün də 2 qat günahdır. Nə üçün? Çünki bu insan gedib kredit götürüb bankdan, gəlib övladına burada toy eləyir. Sən onun həm yüksək qiymətlərə, baha qiymətlərə bu yeməkləri ona satırsan. Özün bilirsən də indi bir stul neçə satılır restoranda insanlara. Yəni hər qiymətə olan 60-70 manatdan başlayır, qalxır, gedir neçə manata qədər bizdə restoranlar fəaliyyət göstərir. Ümumiyyətlə düşünürəm ki, Azərbaycanda əməlli başlı toy biznesi qurulubdur. Bəzi insanlar o restoran sahibləri, toy və yas biznesi, ikisi də biznesdir. Biz bugün toydan danışdığımız çox xüsusilə bir dəfə də yasdan danışmışıq əslində. Toyu vurğulamaq istəyirəm ki, Azərbaycanda sözün həqiqi mənasında toy biznesi fəaliyyət göstərir. Toy biznesində başında restoran sahibləri dururlar. Restoran sahibləri gedirsən toyu danışmağa, qiymətlərini qoyurlar ki, bizim qiymətimiz buradan qalxır, bura qədər qalxır. Sən yəni imkanın hansıdırsa onu təbii ki götürürsən. Ancaq bu məsələnin bir tərəfi də var ki, bayaq qeyd etdiyim kimi bizim əksər insanlar, ölkəmizdə əksər insan toy etmək gücünə sahib deyil. O hökmən gedib banklardan kredit götürüb toy eləməlidir. Bankdan kredit götürüb toy eləyən insansa bu restoranlarda 2 qat itirir. 2 qat itirir. Restoran sahibləri isə 2 qat qazanır. Həm təqdim etdiyi yeməkləri baha verməklə qazanır, həm də sonra ev yiyəsinə çatacaq yeməkləri özünə saxlamaqla. Təbii ki, bundan sonraki gündə istifadə edir. Hər gün restoranlarda toy olur. Bu gün orada artıq yemək qalıbdırsa, çərəzindən tutmuş, içkisindən tutmuş eləyirlər də. Faktlarımız da var. Onlardan səhərsi gün toylarda istifadə olunur. Yəni biz bankdan kredit götürürük, aparırıq restoran sahiblərinin daha yaxşı yaşaması üçün onlara təminat veririk. Özümüz də illərlə qalırıq banklarda, ödəyə bilmirik. Bizim övladlarımız deyirlər ki, mənə filan yerdə toy eləməlisən, mən bu restoranı bəyənmirəm, mənim tələbə yoldaşlarım gələcək, mənim iş yoldaşlarım gələcək, ay ata deyəcəklər ki, gör harda toy eləyirlər. Ancaq bizim övladlarımız fikirləşmir ki, mənim valideynim, mən çıxıb gedəcəm, həyat yoldaşımdan çıxıb gedəcəm, yaşayacam öz evimdə və yaxud da ki, burada yaşayacam. Axı bu kredit mənim valideynimin üzərindədir. Valideynim düz 5 il, 3 il, 5 il, 6 il sonra bu krediti ödəyəcəkdir. Heç ona valla mənim faktlar da var əlimdə. Heç yardım edən uşaqlar da yoxdur, övladlar da yoxdur. Valideynin üzərində qalır. Valideyn toyu eləyir, 6-7 ildə sonra kredit ödəyir. Restoran sahibləri də bayaq Lalə dediyi kimi gedirlər evlərini daha gözəl villalarda yaşayırlar, evlərinin sayını artırırlar, daha yaxşı maşınlar sürürlər, daha yaxşı yaşayırlar. Belə götürəndə bizlə, məsələn, aşağı təbəqədə yaşayan insanlarla onların nə fərqi var ki, Allah Taala tərəfindən yaradılmış insanlardılar. Ancaq görün biznesləri necə qurublar, insanları necə aldadırlar. Belə sual olunur. Bizim axı restoranlarda nə işimiz var? Nə işimiz var bizim restoranlarda? Biz atadan, babadan restoranlarda toy keçirmişik. Axı bizim həyəti bacası, yaşıl həyəti ağacı budağı olanlar da gedir restoranda yemək pişirir. 24-ün üzr istəyirəm, toy keçirdir. Yüksək mərtəbəli, hündür mərtəbəli evlərdə 24, 25-ci, 30-cu mərtəbədə yaşayan insanlar da gedirlər, restoranlarda toy keçirirlər. Bax, sual olunur. Bugün kəndlərimiz var ki, mən özüm canlı şahidi olmuşam. Mən yaşadığım rayonun kəndlərindən gəlirdilər, keçirdilər, rayon mərkəzində də deyil, aparıb şəhərdə, Naxçıvan şəhərində toy keçirirdilər. Bax, onlara sualı olunur ki, yaxşı, sənin kənd yerində özünüz bilirsiniz, ictimai yaşayış binası yoxdur ki, kənd yerində yaşayış evləri var. Hamının şəxsi həyəti var. Hamısının gözəl özdə dağ kəndləri də orada, gözəl hava, gözəl yaşıllıq, o yaşıllığı, o gözəlliyi qoyub, gəlib rayon mərkəzində bəyənməyib, oradan da gedirlər Naxçıvan şəhərində toy keçirirlər. Mən hələ öz yaşadığım rayonu deyiləm, bütün rayonlarda belədir. Yaxşı, əgər insanlar rahatlıq istəyirsə, bunu öz həyətlərində də eləyə bilər. İndi əvvəlki dövr deyil ki, əvvəl hər şeyi özün eləyirdin, yemək pişirmək üçün aşpaz tuturdun, qab-qacaq yığırdın bir yerə, evi təmizləyirdin, çadır qururdun, mağar qururdun. Axı, bütün bunlar indiki dövrdə hamısının yenə də müxtəlif qurumlar var ki, onlar həyata keçirirlər. Bunu bu vasitə ilə də eləmək olar da. Bizim restoranda nə işimiz var? Bax, Azərbaycan ailəsinin, Azərbaycan toyunun restoranda nə işi var? Axı, bizim toylarımız həyətlərimizdə olub. Həyətlərdən deyərdilər ki, əvvəllər
Hamı istəyərdi ki, hətta ölüsü ölən adamın belə yığışardı, qonşu gedərdi, deyərdi ki, övladının toyudur. Sən burada bir çalğı eləməlisən ki, o qara qüvvələr həyətdən qovulsun, getsin, bir yenilik gəlsin bu həyətə. Yəni burada hansısa bir ölü çıxıb bu həyətdən, rəhmətə gedən olubdu. Biz indi qapılarımızdan, həyətimizdən o musiqinin səthini kəsmişik. Heç belə gəlinlərimiz də artıq vağzalı ilə çıxıb girmirik evimizə. Elə hər şey restoranda qalır. Vağzalı ilə indi əslində heç çaldıran yoxdur. Vağzalı çoxdan unudulub gediribdi. Bizim gəlinlərimiz indi Avropa musiqiləri ilə, türk musiqiləri ilə evlənib çıxırlar. Salonlara, restoranlara onlar Avropa musiqiləri ilə, özlərinin seçdiyi, heç vaxt dinləmədiyimiz, eşitmədiyimiz musiqilərlə girirlər. Gəlin bundan əvvəl üzü bağlı girərdi restoranlara, atasının evindən üzü bağlı çıxıb gedərdi evinə. İndi gəlinlərimiz rəqs eləyə girirlər restoranlara. Nə ağsaqqal yeri var, nə ağbirçək yeri var, nə böyük yeri var, nə kiçik yeri var.